Muhterem Müslümanlar, Allah subhanahu wa ta'aladan korkun. Namaz barədə başladığımız silsiləvi xütbələri davamı olaraq altınızı xütbəni təqdim edirəm sizlərə Allah'ın izniyle. Namaz dini şer'i bir vacibattır kardeşler. Namaz dini şer'i bir vacibattır ve oldukça büyük bir əməldir. Namaz ibadet məfhumunu özündə toplayan, cəm edən bir əməldir. İbadet məfhumunu özündə toplayan, cəm edən bir əməldir. Ona göre namaz kılana hakkıyla abid değildir. Abid. El-abid. Yani ibadet eder. İbadet eder. Ve hatta biz diyende ki Allah'ın Resulü sallallahu aleyhi ve sellem Mekke döneminde 13 il La ilahe illallah'a davet edip tevhide davet edip bu o demek değil ki namaz yok idi. Bu o demek değil ki namaz yok idi. Namaz var idi. Hatta namaz beşeriyet mevcut olmadan önce yani ki Allah subhanahu wa ta'ala elə bir məxluqat xəlq edib ki daima özünü təqdis edirlər namazla. Ruku ve secde, yani ruku ve secde meleklerin xilqətində belə mövcud olan hansı ki bəşəriyyətdən öncə yaratılır. Ve yerde göydə, yani yerlərə, göylərə nisbət olan secdələr hansı ki bunlar hamısı bəşəriyyətdən öncə xəlq edilir. Yani yaratılış itibariyle bunlar Allah subhanahu wa ta'ala təzim etməyə sanki borçlu oldular da bunu bilirler. Önce ruku secde bunlar mevcut olur. Allah subhanahu wa ta'ala buyurur وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ Allah Teala buyurur göklerde ve yerde olan bütün canlılar Allah'a secde edirler. Hatta melekler. Ve onlar teşekkür etmirler. Göklerde yerde olan bütün canlılar ve hatta melekler Allah'a secde edirler. Ve bunlar bu secdeye de teşekkür etmirler. Həmçinin Rabbimiz buyurur subhanahu wa ta'ala Ələm təra Ənəllaha yəskudu ləhu mən fis-səmavati və mən fil-ard və-şəmsu vəl-qamar وَالنُّجُومُ وَالْجِبَالِ وَالشَّجَرُ وَكَثِيرٌ مِنَ النَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ فَمَنْ يُهِنِ اللّٰهُ وَمَا لَهُ مِنْ مُكْرِمٍ Allah Teala buyurur, görürsen mi? Göklerde ve yerde olan her ne varsa Allah'a secde edilir. Göklerde ve yerde olan her kim varsa. Sonra misal verir o secde edenler şimdi. Güneş, ay, ulduzlar, dağlar, ağaçlar, canlılar ve insanların birçok fikirleri Allah Teala bütün bunları secde istedirir. Hamısı secde edirlər. Ve insanların birçok. Ve birçok insanlar da əzaba haqq etdilər. Allah Teala deyir. Əzaba haqq etdilər. Niye? Secdeden ixtiyari olarak imtina etdiklərlə görə. Bax, deyirəm ixtiyari olarak. Çünki məcburi olarak onlar tələblərini təzim edirlər. Məcburi olarak, müəyyən hallarda. Ama ixtiyari olarak secdəni terk etdilər. Sonra Rabbimiz deyir, subhanahu wa ta'ala, Allah kimi alçaldarsa, ona heç kim hürmət qoya bilməz. Ona heç kim hürmət qoya bilməz. Deməli, yoxdan yaratılan hər bir məxluq artıq Rəbbinə secdə etməyi məhkumdur. Yoxdan yaratılan hər bir məxluq Rəbbinə secdə etməyə məhkumdur.
öz yaradanı Rəbbinə, öz yaradan Rəbbinə, Allaha onu tanımağa, bilməyə borcludur, məhkumdur. Çünki qardaşlar, səcdə, ruku, namaz, bunlar hamısı Allahın haqqıdır və Allahın haqqını bilməkdir, Allahın haqqını tanımaqdır, Allahın böyüklüyünü, əzəmətini bilməkdir, etiraf etməkdir. Namaz, ruku, səcdə, bunlar Allah Subhanahu Taala'nın əzəməti qarşısında insanın öz qulluğunu etiraf etməsidir, öz acizliyini, öz möhtaclığını ifadə etməsi və etiraf etməsidir. Bu baxımdan namaz həmişə olur. Yəni namaz tevhidlə yanaşı olub həmişə. Namaz tevhidlə, Allahın təşriği ilə, Allahın ilahlığı ilə bərabər olub, ondan heç vaxt ayrı olmayır. Yəni tevhidsiz namaz, namazsız da tevhid yoxdur. Tevhidsiz namaz, namazsız tevhid yoxdur. Necə ki, ilahsız səcdə, səcdəsiz də ilah yoxdur. İlahsız səcdə, səcdəsiz də ilah yoxdur. Yəni nə qədər ki, Allah Subhanahu Taala uluhiyyə vəsfinə sahibdir, əzəli olaraq həmişə daima uluhiyyə vəsfində də Rabbimiz Subhanahu Taala Allah'tan ayrılmayan bir vəsf ilahlığı. Nə qədər ki, bu əzəli olaraq Rəbbimizdə var, həmişə bir Rəbbimizə səcdə olunur və olunacaq. Hətta 5 vaxt fərz qılın o Meyrac gecəsi, 5 vaxt fərz qılınan namazdan öncə namaz var idi. Və növbəti dərslərdə və ya növbəti xütbələrdə inşallah Meyracda fərz qılınan namazlarda inşallah bizlər danışacağıq və Allah Subhanahu Taala bizləri heç vaxt namazdan, səcdələrdən, rukulardan ayırmasın. Barakallahu li və lekum fil Qur'anil azim. ونفعني وإياكم بما فيه من الآيات والذكر الحكيم. أقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى واشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده ورسوله. Deməli əziz qardaşlar, dedik ki, namaz daima tevhidlə yanaşır və tevhidlə bərabər olur. Tevhidlə yanaşır və tevhidlə bərabər olur və buna dəlillərdən bayaq biraz önce qeyd etdiyimiz Allah Subhanahu Taala məxluqatı yaratdığı vaxtdan etibarən onların ruku və səcdə etmələri. Həmçinin şəri dəlillərdən məsələ Allah Subhanahu Taala Müzzəmmil surəsində buyurur. Müzzəmmil surəsi bilirsiniz, Məkkə surələrindəndir. Məkkə surələrindəndir. 5 vaxt namaz da hicrətdən sonra əmr edilir. Allah Subhanahu Taala buyurur: "Ya eyyuhel müzzəmmil قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن tertile." Allah Teala buyuruyor, ey libasına bürünmüş peygamber, gecenin az bir istisna olmakla namaza bak. Mekke'den nazda olunan yer, devletin ilk erfelerinde namaza bak. Yani namaz belli, bütün peygamberlere, bütün dinlerde namaz mevzu çekilir. Der ki, namaza dur gecenin bir hissesi veya yarısını veya da ondan biraz daha az veya da ondan biraz daha elave et. Ve Kur'an'ı tertille oku. Hemsinin ne kadar ayelerde Allah'ın demesi ki وَسَبِّحْ بِسْمِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا. Allah Teala demesi ki Rabbimi gün doğmadan önce ve gün batmadan önce hem semayla tesbih et. Yani tesbih ederek Rabbini zikret, hatırla. Bu da namaza aittir. Bu da namaza aittir. Hemsinin
Hirakl Rum başçısı Abu Sufyan radıyallahu anh'dan soruşanda, o vaxt Abu Sufyan Müslüman olmadığı zaman, ondan soruşanda ki, o size gönderilen o Resul, o Peygamber sizlere neyi emredir? Ne diye sizden ne talep edir? Yakul ubudullaha vahdahu la şerike leh ve utruku ma yekulu âbâukum ve ye'muruna bis-salâti ve's-sidqi vel-ifâfi ve's-sıdaq. Der ki, tek Allah'a ibadet edin, şerki olmayan tek Allah'a ibadet edin, emredir ve babalarınızın dediği sözleri tercih edin, bu da tevhiddir. Babalarınızın dediği hurafatları tercih edin, çünkü din, etiqad, inanç, dede babaların dediği üzerinde değil, aksakalların dediği üzerinde değil, müəllimlərin dediği üzerinde değil, Kur'an ve sünnet üzerinde kurulur. Din, inanç, Kur'an, Allah dedi, Resul dedi. Sadece bunun üzerinde kurulur. Allah Resulü de buna emrediyor. Şerki olmayan tek Allah'a ibadet edin, babalarımızın dediklerini tercih edin, sonra bize değil, namaz kılmalı, doğru danışmalı, iffetli olmalı ve kulluk talablarını birleştirmeyi emrederdi. Namaz kılmalı ve şahit yeri de budur. Deyir ki, Abu Sufyan deyir ki bize, hele 5 vakit namaz ferz edilmeden önce namaz kılmalı emrederdi. Yani, ne demektir namaz kılmalı emrederdi? Yani namazı tek Allah için kılmalı emrederdi. Tek Allah için. Niye? Çünkü o vaxt müşrikler var idi ki, Mekke müşrikleri, onlar ibadet ederdiler. Hatta namaz kılardılar. Lakin, öz mevcutlarına, öz bütünlerine, Allah'tan geri yöneldiklerine de ruku ve secdeler ederdiler, bəziləri. Ruku ve secdeler ederdiler. Ve belə olduğu halda lazım idi ki, deyilsin ki, namaz, ibadet tek Allah içindir. Sen rukunu, secdeni yalnız Allah için et. Elə biz deyəndə ki, tevhid dəvəti, elə tevhid dəvəti bu deməkdir. Yəni ki, əməllərimizi, ibadət əməllərimizi yalnız sizi yoxdan xəlq edən Rəbbinizə yönəldir. O cümlədən onlar ən başlıca, ən əzəmətli olanlardır, ruku və səcdə. Yəni ki, namaz. Buna əsasən də gəlməli deyir ki, İslamın ilk əvvəllərində 2 namaz var idi. Sübh namazı da, əsr namazı. Ancaq bayaq dediyim ayələr də bunda işarətdir. Güneş doğmadan öncə sübh namazına işarətdir və güneş batmadan öncə bu da əsr namazına işarətdir. Deməli, tevhidlə yanlış namaz qılmışdır. Çünki əgər qəlblərə tevhid yerləşdi mi, Allah'ın əzəməti büyük qəlbə yerləşdi mi, mümkün deyil ki, insan namazsız kesilsin. Mümkün değil. Mümkün değil ki namazı terk etsin. Terk etmesine göre terk edilse namazı, özür mesela. Terk et namazı. Gönlüne hissedilirse. Mümkün değil, özüne yer tapabilmezse. Demirəm 5 vaxt namazı. 1 vaxt namazı terk etmeseler, görsən özüne yer tapabilmirsən. Sığıştırmırsan özüne, şimdi necə ola bilər? Həyat sənə dəyişir. Hayat sənə dəyişir. Kimdən danışırıq? Biz tevhid əhlindən. Mümkün deyil ki, tevhid əhli Rəbbinə səcdəni tərk etsin. Qeyri-mümkün. Allah subhanahu ta'ala bizləri həqiqi müvahhidlərdən etsin. Allah subhanahu ta'ala bizləri səcdələrlə, rukularla daima Allah'ı əzəmətləşdirən qullardan etsin. Allah azze ve celle bizləri namazlarını qoruyan müvahhidlərdən etsin. Allah subhanahu ta'ala heç zaman bizləri namazdan, ibadətdən, rukudan, səcdələrdən, təsbihdən, zikirdən uzaq etməsin, ayırmasın. Allah azze ve celle müminlərə yardım olsun. Allah subhanahu ta'ala xəstə müsəlmanlara şəfa versin. Allah azze ve celle dünyasını dəyişən müminlərə rəht etsin. İbadallah, innallah ya'muru bil adli vel ihsan ve ita'i zil qurba ve yenha 'anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tezekkerun vezkurullaha yazkurukum واشكروه على نعمه يزدكم ولذكر الله اكبر والله يعلم ما تصنعون.